Cihan müəllim, Bəli. neyinirsiniz burada? Burada qoz təmizləməklə və qoz yeməklə məşğuluq. Ümumiyyətlə meyvəni yəqin ki, hamı təsdiqləyər. Meyvəni bazardan alıb yeməklə bağda özün yeməyin fərqi böyükdür və onun ləzzəti də fərqlidir. Yəni ağacdan dərib yeməyin fərqi tamam fərqlidir. Mən də burada ağaçları sulamaqla yanaşı burada bir qoz ağacı var. Çoxdanın qoz ağacıdır. Yeri gəlmişkən Allah rəhmət eləsin. Ustad Valih müəllim vaxtı ilə əkmişdi. Allah rəhmət Allah eləsin. rəhmət eləsin. Neçə gündür ondan bəhs edirəm, paylaşım edirəm. Bu da onun bizə qoyub getdiyi əməllərdən biridir. Elə çox gətirmir, amma biraz da gətirir. İndi qozun yavaş-yavaş vaxtıdır, düzdür. Təmizləyin də Əlim baxın. batır. Biraz əlim batmağı işləri körlüyür. Gərək əlcəhlə eləyəsən. Bilənlər bilir ki, kənd uşaqları qoz yeyəndə qoz əl batır və onun rəngi çox gec gedir. Ümumiyyətlə mən xoşlayıram. Hərdən mənə deyirlər ki, əlini gözlə, əlini batırma. Amma mənim əlim həmişə ya qabar olur, ya da bəzən çirkli olur. Ya bunu qoz eləyir, ya da nar yeyəndə olur. Onu da yəqin ki, kənd uşaqları bilirlər ki, narındır, qozun da ləkəsi çətin gedir. Yəni onu yumaqla aparmaq olmur. Bax belə. Çox sağ olun ətraflı O gündə məlumat üçün. Günümüzdə belə getdi. Gedir daha doğrusu.